Rusiyanın RIA Novosti agentliyinin Moskva, Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir mesajını Kreml ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, həmçinin Çindən də gözləyirmi görəsən? Digər bir tərəfdən Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Niyə məhz Azərbaycan? Yəni Rusiyanın Qarabağla bağlı növbəti planı nədən ibarətdir? Bunları müzakirə edə istəyirəm. Studiya qonağımız var, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov. Həm söhbətimizdə. Xoş gəlmişsiniz Bəhruz bəy. Hər vaxtınız xeyir olsun. Elə bu sualı sizə ünvanlamalıyam təbii ki. Niyə Rusiya ilkin olaraq bu cür mesaj verəndə məhz Azərbaycana ünvanladı bu mesajı? Digər adını hallandırdığım ya təşkilatın üzvləri ya da digər ölkə rəhbərliklərindən deyildi, məhz Azərbaycan oldu. Cənubi Qafqazla bağlı siyasəti nədir? Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaz siyasəti kifayət qədər aydın vektor üzərində qurulub və bu hansı dövlətin milli maraqları ilə üst-üstə düşür, hansı ilə düşmür, başqa məsələ. Amma Rusiyanın Cənubi Qafqazla bağlı bir mənalı şəkildə mövqeyi həmişə aydın olub. Sadəcə Ulu Öndər Heydər Əliyevin və möhtərəm cənab prezidentin hakimiyyəti illərindən etibarən Azərbaycan bu prosesdə özünün maraqlarını aydın şəkildə təmin etməyə başlayıb. Rusiyanın bir daha deyirik, mövqeyi 200 il ərzində, daha sonraki Sovet dövr ərzində bu bölgə mövqeyi kifayət qədər aydındır. Bu bölgədə də uzun dövr ərzində bölgə dövlətlərinin yetərli şəkildə özünün milli maraqlarını qoruya bilməməsi, maraqlarını uzlaşdıra bilməməsi qarşı durmalara, qan tökülmələrinə gətirib çıxardım. Amma sonraki dövr ərzində bilirsiniz ki, artıq Azərbaycanla Rusiya arasında münasibətlər tamamilə fərqli müstəvidə davam edir. O ki qaldı Rusiyanın xahişinə. Birincisi qeyd edək ki, bu Rusiyanın birbaşa dövlət rəsmləri tərəfindən hansısa formada heç bir dövlət qarşısına tələb qoyulmur. Bu sadəcə ictimai rəyə buraxılan fikirlərdir. İkincisi, bilirsiniz, deyə bilərik ki, bizim də zaman-zaman gözləntilərimiz olub. Amma bizim gözləntilərimizin heç biri bizə xüsusi yanaşma, xüsusi baxış tələb etməyib. Bizim gözləntilərimiz bir mənalı şəkildə yalnız beynəlxalq hüququn aliliyinin təmin olunması olub. Azərbaycanın mövqeyinə gəldikdə, Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə sadiqdir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan hər kəsin sərhəd toxunulmazlığına hörmətlə yanaşılmasının tərəfdarıdır və bu mənada ictimai rəydə səslənən, ictimai rəyə ötürülən fikirlərlə bağlı Azərbaycanın dövlət səviyyəsində hansısa formada cavab vermək öhdəliyi və belə bir zərurəti biz hiss etmirik. Düzdür, siz də qeyd etdiniz ki, bu rəsmi bir mövqe açıqlama deyil ki, Azərbaycandan da bir yanaşma gəlsin. Ancaq elə olsa belə deyək, Azərbaycandan hər halda qəbul olunmayacaq bir məsələdir deyə düşünürük. Bəs yaxşı, belə olan halda Rusiyadan müxtəlif formalarda təxribatlar mı deyim, mediada müxtəlif informasiyaların tirajlanması mı deyim, yəni bu formalarda hansısa bir təzyiqlərin şahidi ola bilərikmi? Bilirsiniz, əgər bir neçə il bundan əvvəl biz bu barədə danışsaydik, bəli, bu haqda narahat olmaq üçün ciddi əsaslar var idi. Bəli, biz onsuz da indi də heç bir tərəfdə ehtiyatı əldən vermirik, xüsusən milli maraqlarımızın, millətin, dövlətin, xalqımızın maraqlarının ifadə olunduğu məqamların heç birini biz indiyə qədər taleyin ümidinə buraxıldığına şahidlik etməmişik. Möhtərəm prezidentin çox vektorlu, çox şaxəli xarici siyasət kursunun da əsas istiqaməti odur ki, biz təhlükələri qabaqlayaq və beynəlxalq hüququn ümumtanınmış prinsiplər əsasında da öz xarici siyasət fəaliyyətimizi həyata keçirək. İndiki məqamda, bəli, qeyd etdiyim kimi bir neçə il əvvəl olsaydı, yəni 5 il əvvəl olsaydı, ərazimizdə separatizm ocağı var idi. Eyni zamanda ərazimizin bir qismi işğal altında idi. Bu haqda bizim üzərimizdə təzyiq rıçaqları olduğuna görə bu haqda, bu kimi bəyanatlar və yaxud gözləntilər barədə biz narahat ola bilərdik. Amma indiki məqamda kifayət qədər ciddi, güclü güc mərkəziyik. Azərbaycan üzərində təsir imkanı yoxdur. Bəzən ayrı-ayrı ifadələr eşidirik. Qarabağ kartı, Qarabağdan istifadə və s. Qarabağ məsələsi qutarıb. Qarabağ bugün Quba, Qusar, Bakı, Abşeron, Qarabağ fərq etməz. Yəni bu bölgələrdə artıq hansı problemlər varsa, sosial və yaxud da ki, hansısa infrastruktur məsələlərinin həlli, Qarabağın da problemləri ancaq bundan ibarətdir. Artıq Qarabağ hansısa formada, əlahiddə Azərbaycana təsir rıçağı deyil və bundan sonra da olmayacaq. Möhtərəm prezident bu məsələni kökündən həll edib, münaqişə yoxdur. Artıq orada bizim yeganə problemimiz minalardan təmizləmədir, yenidən qurma və bərpa prosesinin sürətlənməsidir, bu qədər. Düzdür, biz bunu belə düşünürük, bu formada da diktə edirik bütün dünyaya, Bəhruz bəy. Ancaq bu düşüncədə olmadığını göstərən tərəflər də olur. Elə yenə söhbət təbii ki, Rusiyadan gedir, məlumatlısınız, Mediaskinin açıqlaması Qarabağla bağlı. Bu həm də bir
Medinski üzərindən də bir etiraf idi deyə bilərikmi? Nəzərə alsaq, nəyi nəzərdə tuturam daha doğrusu? 2022-ci ildə Paşinyanın da etirafı ki, Azərbaycan ərazi bütövlüyünü tanıyırıq deməsi, ancaq sonra xatırlayırsınızsa Rusiya tərəfdən sanki bir şok effekti yaratmışdı ki, siz bunu təsdiq elədiniz, ancaq bizim düşüncəmiz tam başqa idi. Bunu həm də daha da gücləndirirmi? Yəni etiraf kimi qəbul edə bilərik mən də Medinskinin açıqlamasını bu fonda. Bilirsiniz, kimin hansı bəyanat verməsi bölgədə yaranan reallıqları dəyişmir. 30 il ərzində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair çox saylı təsisatlardan bəyanatlar eşitmişik. BMT Təhlükəsizlik Şurasının hətta qətnaməsi var idi, amma bunun realizasiya ilə heç kim məşğul deyildi və bizim o fikirlərimiz sözdə qalırdı, ərazilərimiz işğalda qalırdı, separatizm çiçəklənirdi sözün əsl mənasında. Bugün artıq o prosesə son qoyulub. Yəni, bugün artıq Azərbaycanın kökündən həll etdiyi münaqişə və növbəti müharibənin alovlanması üçün bütün proseslər, bütün istiqamətlər üzrə əməliyyat şəraitinə nəzarət edərək o problemi yuvasındaca boğacaq gücə malik olmağımız Medinskinin və digərlərinin bəyanatlarını tamamilə əsassız edir. Medinskinin və digərlərinin verdiyi bəyanatlar, xüsusən bilirsiniz də bu bəyanatlar da məhz elə erməni əsilli jurnalistlərin cəm olduğu media qurumlarında səsləndi. Bu da mən təsadüf hesab etmirəm və Medinskini savadsız da hesab etmirəm. Bunlar sadəcə ümumi Ermənistan-Rusiya ictimai rəyinə, Rusiyadakı ermənilərin və yaxud da Ermənistanda təsir etmək fakt və üsullarından biridir, amma çox uğursuz oldu. Nəzərə alaq ki, ermənilərin rəyinə təsir edib Medinski Rusiya nə qazandıracaq? Amma Azərbaycanla münasibətlərin xoş olmayan ahbabada davam etdirilməsi Rusiyanın cənubda yeganə normal beynəlxalq hüquq üzrə xarici siyasət kursu yürüdən, etibarlı tərəfdaş olan Azərbaycanı narazı salmaq Rusiyanın özünün Cənubi Qafqazda oturduğu budağı kəsməsi deməkdir. Bir daha deyirik, biz etibarlı, bərabər hüquqlu tərəfdaşlıq qurmuşuq və bu tərəfdaşlıqların yersiz, heç bir perspektiv olmayan bəyanatlarla zədələnməsi bizə yox, o bəyanatları səsləndirənlərin maraqlarına ciddi zərbədir. Bu arada istəyirəm Bəhruz bəy, biraz da Ermənistanın daxilindəki o qarışıq vəziyyətdən də danışaq. Söhbət təbii ki, Paşinyanla kilsə arasındakı qarşı durmadan gedir. Bir müddətdə Paşinyan təhdid edir müəyyən bir məlumatların olduğunu. Hətta birini təbii ki, açıq formada qeyd edir ki, 2-ci Qareginin subaylıq antının pozması ilə bağlı bir məsələ var. Hətta bugün artıq erməni mediasında da bir xəbər tirajlandı. Elə əməkdaşlarımızdan da xahiş edəcəm, həmin kadrları da sizə də elə tamaşaçıları da həm də bizim üçün də bir təqdim etsinlər. Hansı ki, bu erməni politoloqun açıqlamasıdır və Paşinyanın dediyini o da təsdiqləyir ki, bəli, 2-ci Qareginin övladı var və qızdır və adı Xatun Qriqoryantsdır. Həmin bu ekranda hazırda sizin də gördüyünüz şəxsin 2-ci Qareginin övladı olduğunu Paşinyandan əlavə də erməni bir politoloqun açıqlamasında biz gördük və bu şəkildə paylaşdı ki, bu ictimaiyyətə məlum olan bir xəbərdir, gizli bir məlumat deyildi. Sadəcə heç kəs bunun üzərində bu qədər dayanmırdı, açıqlama vermirdi deyə erməni politoloq da bir növ Paşinyanı təsdiqlədi deyə bilərik. Çoxlar da deyir ki, Paşinyan bundan bir növ vətəndaş müharibəsinə gətirib çıxaracaq Ermənistan ərazisində. Siz bu vəziyyəti necə təhlil edirsiniz? Bu həm Ermənistanın özünün ideologiyasının dəyişməsinə təsir eləyəcək, həm də Azərbaycan-Ermənistan münasibətlərində daha bir müsbət addıma gətirib çıxaracaqmı? Nəzərə alsaq kilsənin Azərbaycanla bağlı mövqeləri də biraz fərqlidir. Bilirsiniz, əgər Paşinyan bir mənalı şəkildə sülh tərəfdarı olsaydı və Paşinyan heç bir formada revanşist iddiaları qəbul etməsəydi, bəli, sizin dediyinizdən tam razı olardım. Amma məsələ ondan ibarətdir ki, möhtərəm prezidentin ifadə etdiyi kimi, Ermənistanda bədbəxtliyi ondadır ki, bunların cəmiyyətdə revanşistlər var, açıq revanşistlər və gizli revanşistlər var. Və Ermənistan kilsəsi, Ermənistanda cinayətkar Kaşaryan-Sarkisyan cütlüyü və müxalifətin digər istiqaməti, bunlar açıq şəkildə revanşist ideyaları bəyan eləyirlərsə, Paşinyan və komandası gizli revanşistlərdir, pasiv revanşistlərdir. Və bu mənada indi baş verənlərin Azərbaycan-Ermənistan münasibətlərinə, sülh prosesinin tezləşməsinə və s. hansısa formada köklü təsiri mümkün deyil. Amma məsələ ondan ibarətdir ki, Cənubi Qafqazda, bütövlükdə dünyada erməni terroru bir mənalı şəkildə erməni kilsəsinin balasıdır. Yəni, bugün elə bir terror təşkilatı, erməni terror təşkilatı və erməni terrorçusu yoxdur ki,
onun birbaşa və dolayısıyla istər Ermənistanda keçməsin, istər Kilikiya, İstanbul və s. bu istiqamətdə kilsələrin yeparxiyalarından qaynaqlanmasın. Yəni bu mənada bunların da ən təhlükəlisi faktiki olaraq Eçməzdin kilsəsidir və Paşinyandan əvvəlki hakimiyyətlər dövründə kilsə ilə o dövrdə dırnaq arası qalib Ermənistan dırnaq arası liderləri müəyyən bir ortaq nöqtəyə gəlmişlər. Onlar əraziləri işğal etmişlər, özlərini qalib hesab edirdilər və necə deyərlər, o qələbələrinin dadını çıxarırdılar. Amma Cənab İlham Əliyev vəziyyəti dəyişdi, köklü şəkildə dəyişdi. Onlara acı həqiqətlərlə üz-üzə qoydu və xüsusən indi Paşinyanın qərb yönümlü siyasəti, Eçməzdin kilsəsinin isə daha fərqli mövqeyinin mövcud olması. Bilirsiniz ki, Paşinyanın bugün siyasəti Eçməzdin kilsəsi ilə yox, digər kilsələrlə daha çox üst-üstə düşür, məsələn, Kilikiya və s. İndiki məqamda, belə olan məqamda bu daha çox hakimiyyət, nüfuz savaşıdır və bu prosesdə açığı kimin qalib gəlməsi o qədər də, belə deyək, bölgədə önəmli rol oynamayacaq. Amma istənilən halda, əgər kilsə bu prosesdə məğlub olarsa, bütövlükdə Cənubi Qafqaz sülhə, sabitliyə doğru addım ata bilər. Bu arada istəyirəm elə Ermənistan-Rusiya münasibətlərindən də danışaq. Çünki bu faktorda, xüsusilə də kilsə üzərindən Rusiyanın da təsiri olduğu iddia olunur, deyilir. Düzdür, Rusiyadan nümayəndələr də səfərləri aktivləşmişdi bir müddət öncə. Sonuncu olaraq da Lavrovun gəlməsi məsələsi var idi. İndi yenə bir xəbər çıxıb ki, Rusiya rəsmilərinin ard-arda İrəvana səfərlər etməsi, həmçinin Rusiyalı deputatlar Gümrüdəki hərbi bazanı da gedib ziyarət ediblər. Yəni bir növ bütün bunların hamısı Paşinyanın radikal addımlarının əsas səbəblərindən biri ola bilərmi? Necə düşünürsünüz? Əslində Rusiya-Ermənistan münasibətlərini təhlil etmək kifayət qədər qəlizdir, kifayət qədər çətindir. Çünki siyasi cəhətdən qarşılıqlı olaraq ittihamların mövcud olması, problemlərin mövcud olması, Rusiyada, Ermənistanda davamlı olaraq Rusiya əleyhinə, Vladimir Putin əleyhinə şüarların, plakatların, küçələri dırnaqarası bəzəməsi, belə bir fonda Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin artmasını biz müşahidə ediksə, deməli, bir mənalı fikir söyləmək həqiqətən çətindir. Digər tərəfdən Qərbin Ermənistanda sürətlə möhkəmləməsi fonunda, eyni zamanda amma Rusiyanın da təmaslarının Ermənistana artması, Rusiya Xarici İşlər Nazirinin, parlamentin nümayəndə heyətlərinin gəlmələri və Ermənistanda gümrük bazasında bu aralar aktivləşmənin müşahidə olunması, bunlar hamısı təbii ki, ayrıca təhlil olunmalı məsələlərdir. İndiki məqamda biz Ermənistanda sadəcə olaraq nüfuz Qərb və Rusiya arasında nüfuz mübarizəsinin şiddətlənməsini ancaq proqnoz verə bilərik və hesab edirəm ki, kilsə və Paşinyan arasında bu qarşıdurma da əslində elə həmin o daha böyük qütblərin nüfuz savaşının bir göstəricisi kimi qiymətləndirilə bilər. Bu arada Ermənistanın silahlanması məsələsi də aktivdir. Bəhruz bəy, dünən də səhv etmirəmsə bundan bağlı bir məlumat çıxdı ki, 3 ədəd hərbi yük maşını və 5 ədəd top hərbi hissədən kənarda yerləşdirilib. Yaxşı, Paşinyan görür ki, müəyyən bir qədər addım atmağı nümayiş etdirir sanki. Düzü, konkret olaraq Azərbaycanla bağlı deyil də, ancaq dolayı yolla bizim münasibətləri yaxşılaşdıra biləcək bir amillərdir. Bəs bu nədir? Ermənistan sülh prosesində heç bir vaxt səmimi olmayıb. Ermənistan bu bölgədə işğal və təcavüz siyasətindən heç vaxt əl çəkməyib və hətta sülh müqaviləsinin, şərtlərinin razılaşdırıldığını bəyan edərkən belə Paşinyan bölgədə sülh arzulamır. Onlar indiki məqamda sülh imitasiyası etməklə yeni güc, qüvvə qazanmaq istəyirlər bu bir. İkincisi isə Ermənistan ümumiyyətlə təcavüzkar mahiyyətindən əl çəksə, xüsusən hücum silahlarına fokuslanmaz. İndiki məqamda Azərbaycan üçün bunun elə də ciddi təhdidi yoxdur. Azərbaycan Ermənistanın istənilən ərazisində özünə yönəli istənilən təhdidi zərərsizləşdirmək güc və imkanındadır. Biz sadəcə bir mənalı şəkildə müharibə istəmirik. Biz bu bölgədə yeni münaqişə xəritəsi arzulamırıq və arzulamırıq ki, bölgədə yenidən qan tökülsün. Bugün elə bir unikal sülh imkanı yaranıb ki, bu imkanı qaçırmaq birinci növbədə elə ermənilərin özü üçün zərbədir. İkincisi, Ermənistanın sülh ideologiyası ilə bağlı. Ümumiyyətlə, qeyd etdiyimiz kimi Ermənistan yalnız və yalnız imitasiya ilə məşğuldur və Ermənistanın bu günlərim sülh şərtləri ilə bağlı o danışıqların yekunlaşması, müqavilənin demək olar ki, hazır olması
Ermənistandan gələn ayrı-ayrı bəyanatlar, sərhədlərin delimitasiyası, demarkasiyası bu Ermənistanın nümayiş etdirdiyi xoş niyyət deyil. Bu Azərbaycan tərəfinin, möhtərəm cənab prezidentin dəmir yumruqla, hərbi siyasi yolla Ermənistanı sülhə vadar etməsinin təsirləridir. Yəni Ermənistan heç vaxt sülhpərvər olmayıb. Ermənistan bundan sonra heç vaxt sülhpərvər olmayacaq. Ermənistanın sülhə sadiqliyini qorumaq üçün Azərbaycanın güclü olmasına ciddi ehtiyac var və biz də güclüyük.